Salam əziz şagirdlər. Bugün sizinlə DİM-in 20 sınaqlıq kimya testindən 7-ci sınağın izahını bölüşürəm. İlk suala diqqət yetirək. Bizə metan və CnH2-nin ümumi formuluna malik karbohidrogen verilmişdir və bildirilir ki, tam yanmasından alınan suyun ümumi mol miqdarı 1,6, maddə miqdarları da verilib. Bizə metan alkanlara aid olduğuna görə CnH2n üzərinə gəlsin 2 ümumi formuluna malikdir. Yandıranda 3n plus 1 oksigen, 3n plus 1 bölü 2 oksigen, n karbon qazı və n plus 1 mol su alınır. Bunu bilirik. Düzdür? Deməli biz alkandan, yəni metan məsələn, metanda n neçədir? Karbon atomu sayı n 1-ə bərabərdir. N 1-ə bərabər olduqda 1 mol metan reaksiyaya daxil olduqda n plus 1 mol su, yəni 2 mol H2O alınır. Deməli, 1 mol metan yananda 2 mol su əmələ gəlirsə, bəs bizə şərtdə nə qədər verilib? 0,2 mol metan yandıqda nə qədər su əmələ gəlir? X bərabərdir 2 vurulsun 0,2, yəni 0,4 mol su əmələ gəlir metanın yanmasından. Bizə ümumilikdə tam yanmasına alınan suyun mol miqdarını 1,6 verib. Deməli 0,4 metanın yanmasından əmələ gəlirsə, 1,6 çıxılsın 0,4, yəni 1,2 isə qalan 1,2 molu isə 0,3 mol CnH2-nin yanmasından əmələ gəlir. Deməli CnH2n deməli üzərinə gəlsin 3n böl 2 oksigen, n karbon qazı, n su. Bu sikl alkanlara da aid ola bilər və yaxud da alkenlərə də aid ola bilər. Yanma tənliyi ümumi şəkildə belə ifadə olunur. 1,2 mol deməli su 0,3 mol alkenin yanmasından əmələ gəlir. 0,3 mol karbohidrogenin yanmasından 1,2 mol su əmələ gəlirsə, 1 molunda nə qədər əmələ gəlir? 1 mol biz alken və yaxud da sikl alkan götürdükdə gördüyümüz kimi bu tənliyə əsasən nə qədər su əmələ gəlir? Gördüyümüz kimi n mol. Buradan n-i müəyyən edək. N bərabərdir 1,2 bölünsün 0,3, yəni 4. N 4-ə bərabərdir. Düzgün cavab variantı C variantı. Keçək növbəti sualımıza, ikinci suala. İkinci sual metanın parçalanması. Metan bildiyimiz kimi 3 cür parçalanır. Temperatur 1000 dərəcə olduqda karbon üzərinə gəlsin hidrogen. Temperatur 1500 dərəcə olduqda deməli asilen və hidrogen alınır. Temperatur 550-600 dərəcə olduqda isə 550-600 dərəcə olduqda isə deməli etilen əmələ gəlir və hidrogen ayrılır. Deməli, reaksiyanı bərabərləşdirək. 2 hidrogen atomu, 4 hidrogen atomu. Bura əmsalına 2 yazım. Reaksiya bərabərdir. Burada metanın əmsalına 2 yazdıqda 8 hidrogen atomu. İkisi burada 3 hidrogen atomudur bu hissədə. Daha doğrusu 6 hidrogen atomu. Burada da metanın əmsalına 2 yazsam əgər, ümumilikdə 8 hidrogen atomu, 4 atom burada gördüyümüz kimi hidrogen var, 4 atom da burada bərabərləşdir reaksiya. 1. Alınan karbohidrogenlər adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bəli, doğrudur. Deməli, biz bildiyimiz kimi 550-600-də asetilen alınır. Daha doğrusu 550-600-də etilen alınır. 1500-də asetilen alınır. Hər ikisi doymamış birləşmə olduğuna görə, pir rabitəsi olduğuna görə bromlu suyu rəngsizləşdirir. 1 doğrudur. 2 molekul daxili oksidləşmə reaksiyasıdır. Bəli, doğrudur. Parçalanma reaksiyaları demək olar ki, əsasən molekul daxili oksidləşmə reaksiyalarına aiddirlər. 3-ə diqqət yetirək. 1 mol metan parçalanmasından 2 mol hidrogen əmələ gəlir. Baxın, 2 mol metan parçalananda 3 mol hidrogen əmələ gəlibsə, 1 molun parçalanmasından 1,5 mol əmələ gələcək. 2 mol yox. Burada da 2 mol metanın parçalanmasından 2 mol hidrogen əmələ gəlibsə, 1 mol metanın parçalanmasından 1 mol əmələ gələcək. 3 yanlışdır. 4. Alınan karbohidrogenlərin molekulunda 1 qeyri-polyar kovalent rabitə var. Yanlışdır. Məsələn, mən asetilin 3 qat rabitəsi var. Qeyri-polyar rabitə karbon-karbon atomları arasında rabitədir. 3 qeyri-polyar rabitəsi var. Etilen isə bu şəkildə yazılır. CH2 karbon-karbon atomları arasında olan rabitənin sayı neçəyə bərabərdir? 2-yə. Ona görə düzgün cavab variantı 1, 2, yəni D variantı. Keçək növbəti 3-cü sualın izahına. 3-cü sualda bizə alken verilib, nisbi molekul kütləsi 84. Alkenin ümumi formulunu yazım. CnH2n
Karbon kütləsi 12-dir. N sayda karbonumuz var, yəni 12N. Üzərinə gəlsin hidrogenin kütləsi 1-dir. 2N sayda hidrogenimiz var. 2N vurulsun 1, yəni 2N. Ümumilikdə alkenin ümumi MR-i 14N-ə bərabərdir. Bizə də verib ki, alkenin nisbi molekul kütləsi 84. Deməli 14N bərabərdir 84-ə. Buradan da N bərabərdir 6-ya. Deməli alkenin formulunu müəyyən etdik. C6H12. N'in yerinə 6 qoydum da, düzdür? N bərabərdir 6. Neytron sayı, hidrogenin neytronu deməli burada 0-a bərabərdir. Çünki hidrogenin kütləsi 1-dir, proton sayı da 1-dir. Neytron necə tapılır? Kütlədən protonu çıxmaqla. 1 çıxılsın, 1 0-a bərabərdir. Ona görə də neytronu hesablanmır. Karbonun 6 neytronu var və burada görürsünüz. Daha doğrusu 6 protonu var, 12 çıxılsın 6, 6 da neytronu var. Neytron sayını hesablayır. 6, burada karbon atomu var. 6 vurulsun 6, yəni 36. Düzgün cavab variantı Y variantı. Keçək növbəti 4-cü sualımızın izahına. 4-cü sualda bizə deməli alkan verilib, hidrogen atomlarının sayı 14-ə bərabər olsun. Alkanın ümumi formulu CnH2n üzərinə gəlsin 2-dir. Hidrogen atomunun sayı gördüyümüz kimi 2n plus 2-dir. Şərtdə də bizə verir ki, hidrogen atomlarının sayı 14 olsun. 2n plus 2-ni bərabər edək 14-ə. Buradan da 2n bərabərdir 12-yə. N bərabərdir neçəyə? 6-ya. Deməli, hansı alkandan söhbət gedir? C6H14-dən. C6H14 deyir ki, 6 karbon atomumuz var. Üçlü karbon atomlarının sayı 2 dənə olsun. Deməli, mən 2 dənə karbon atomu yazım. Hər ikisini üçlü etsəm, hər ikisinə 3 karbon atomu birləşmiş olur. Baxın, buna 3 karbon atomu birləşib. 1, 2, 3. Bu oldu üçlü karbon atomu. Bu karbona da deməli, sağ tərəfdən də bir karbon birləşib, aşağıdan və sol tərəfdən də bir karbon atomu, bu da üçlü karbon atomudur. Ümumilikdə də 1, 2, 3, 4, 5, 6 karbon atomumuz oldu. Həqiqətən də bu formulu əldə edə bildik. İndi hidrogenlərin düzəldək. Metil qrupu, metil, CH3, CH3, CH, CH. İndi bizə deyir ki, hansı ifadələr doğrudur? Heptanın izomeridir. Heptan neçə karbonu var heptanın? 7 karbonu var. C7H16. Bu isə C6H14'dür. İzomer ola bilməz. Bir A variantı yanlışdır. B variantına diqqət edirək. Molekulunda bir ikili karbon atomu var. İkili karbon atomu deməkdir ki, karbon 2 karbon atomu ilə birləşmiş olsun. Baxın, burada metil qrupları hər biri birli karbon atomlardır. Bu ikisi də üçlü karbon atomudur. Baxın, bu karbon 1, 2, 3 karbonla birləşib. Və yaxud da bu karbon 1, 2, 3 karbonla birləşdiyi üçün üçlüdür. B variantı yanlışdır. D variantına diqqət edirək. Səmərəli üsulla adı metil izopropil metandır. Məsələn, səmərəli üsulla adlandırarkən biz ən çox şaxələnmiş karbon atomunu götürürdük. Məsələn, bu karbonu götürək, ən çox şaxələnib. Buna metanın törəməsi kimi baxılırdı. Digər radikallar adlandırılır. Burada bu karbona neçə metil radikal birləşib? 2. Deməli, dimetil, bəli, izopropil metan. Dimetil, burada yazılıb metil izopropil. Molekulda asimetrik karbon atomu var, Y bəndi. Asimetrik karbon atomu deməkdir ki, bir karbon atomuna 4 fərqli atom və ya atom qrupu birləşmiş olsun. Baxın, məsələn, bu karbonu götürək. Bu karbona hər iki tərəfdə baxın, metil birləşib. Bu asimetrik ola bilməz. Bu karbon atomu da asimetrik ola bilməz. Hər iki tərəfdən metil birləşib. Bu da asimetrik ola bilməz. 3 eyni deməli atom, hidrogen atomu birləşib. 3 eyni hidrogen, eyni olmadığına görə ümumiyyətlə asimetrik karbon atomu yoxdur. C-yə diqqət yetirək. 2 brom propan. 2 brom propan necə yazılır? 2 brom propan. Üzərinə gəlsin natrium. Bu Würz reaksiyasıdır. Monohalogenli törəmənin natriumuna təsir etməklə radikalın eynisi 2 dəfə bir-birinə birləşir. Baxın, deməli buradan brom ayrılır, natriumla birləşir. Buradan da bu rabitə qırılan yerdən karbon, deməli metil qrupu keçir aşağı tərəfə. Deməli, zəncirin eynisi buradan simmetrik olaraq eynisi yazılırdı. Düzdür. Deməli, bayaqki alkanımız da eyni idi. Bəli, doğrudur. 2 üçlü karbon atomumuz var. Deməli, düzdür. Doğru cavab variantı C variantıdır. Keçək növbəti 5-ci sualımızın izahına. 5-ci sualda bizə şərtdə deməli Würz reaksiyasıdır. Würz reaksiyasına əsasən deməli monohalogenli törəmələrə biz təsir edirik. Natrium metalı ilə radikal 2 dəfə bir-birinə birləşmiş olur. Baxın, burada natrium xloru ayırır. Yəni natrium xlor ayrıldı və bu radikal bu hissədən bir-birinə 2 dəfə birləşir. Yenidən yazım. CH3, CH,
CH3, CH2. Baxın, buradan xlor ayrılmışdı, düzdür? Xlor buradan ayrıldı. Buradan radikalın eynisi bir-birinə birləşir. CH2, sonra nə gəlir? Buradan simmetrik olaraq bölsəm CH2, sonra CH, aşağıdan CH3, CH3. Deməli, eyni maddədir. İndi gəlin bunu adlandıraq. 1, 2, 3, 4, 5, 6, 2 və 5-ci karbon atomlarından metil qrupu birləşib. 2, 5 dimetil heksan. Düz zəncirdə 6 karbon atom olduğuna görə 2, 5 dimetil heksan. Düzgün cavab variantı D variantı. Keçək növbəti sualımıza. Növbəti sual deməli 6-cı sualdır. 6-cı sualda bizə bildirilir ki, 8,4 qram alken. Deməli, alkenlər doymamış birləşmələrdir və 1-2 qat rabitəsi olduğuna görə özünə, deməli, belə deyək də, bu 2 qat rabitəni doydurmaq üçün bu 2 qat rabitənin biri, yəni bu pi rabitəni doydurmaq lazımdır. Bu pi rabitədə bir rabitəni, deməli, 2 rabitənin əmələ gəlməsinə 2 elektron iştirak edir. 1, 2. Yəni 2 elektron iştirak edir. Ona görə də 1 mol alken özünə 1 mol brom birləşə bilir, yəni 2 atom. 1 mol alken özünə 1 mol 2 atom brom birləşdirə bilir. Bizə deyir ki, 8,4 qram alken 800 qram 4% brom su ilə rəngsizləşir. 800-ün 400%-ni tapsam, bərabər olur 32-yə. Deməli, 8,4 qram alken 8,4 qram alken özünə 32 qram brom birləşdirir. Düzdür? Biz də dedik ki, alkenin 1 molu, yəni 1 molunun kütləsi neçədir alkende? CnH2n 1 mol bərabərdir 14n-ə. Alkenin 14n-i, yəni 1 molu özünə 1 mol brom birləşdirir. Bromun kütləsi neçədir? 80. 80 vurulsun 2, yəni 160 qram. İndi buradan tənliyi yazıb müəyyən edə bilərik. 8,4 deməli 160 tənliyə əsasən 160 vurulsun 8,4 bərabərdir 32 vurulsun 14n-ə. Buradan deməli 32 ilə 160 ixtisar gedir. Bir dəfə 5 dəfə. 5 vurulsun 8,4. 8,4-ü 5-ə vurduqda bərabər olur 42-yə. Deməli 14n bərabərdir 42. N bərabərdir 3-ə. Deməli hansı alkendən söhbət gedir? C3H 6-dan söhbət gedir. Bunda açıq quruluşunu yazsam, 2 qat rabitə CH3, CH, CH2. Düzdür? sp3 hibrid orbitalının sayı. 2 qat rabitə birləşən karbon atomları sp2 hibrid vəziyyətində olur hər biri. sp2. Tək qat rabitə birləşən karbon atomu isə sp3 hibrid vəziyyətində. sp3 hibrid orbitalının sayı. Biz də bilirik ki, bu sp3 hibrid orbitalının sayının əmələ gəlməsində 1 s orbitalı iştirak edib 3p. 1 üzərinə gəlsin 3, yəni ümumilikdə 4 hibrid orbital iştirak edib. Düzgün cavab variantı D variantı. Keçək 7-ci sualın izahına. 7-ci sualda bizə maddənin adı verilib 4 metil heksen 2. Heksen 2 N alkenlərə aiddir. 6 karbon atomunu yazıram. Deməli, burada diqqət etirək 6 karbon atomunu yazım. 6 karbon atomunda və ikincisinə 4 metil, 1, 2, 3, dördüncüsünə metil qrupu birləşdirdim. Dördüncüsünə metil qrupunu birləşdirdim və bizdə bildirilir ki, 4 metil heksen 2. İndi sağ və sol tərəflər hidrogenləri düzəltsək, CH3, CH2, CH2, CH, CH2, CH3 və bizə bu hissəni verib, bu hissəni, deməli 4 metil heksen 2 buradan. Deməli bizə bu hissəni verib. Görürsünüz, karbon arasında 2 qat rabitə. R1 və R2-ni istəyir. R1-ə diqqət etirin. R1 nəyin yerindədir? Metil qrupu R1-dir sanki. Bu hissədə R2-ni bildirir. R2 də bu hissədir. Düzdür, səhvdir? Düzdür. R2 də bu hissədir. Bu da ki, ikili butil radikalıdır. Çünki baxın, bu qırıq yer ki var, bu yaralı yerin birləşdiyi karbon 2 karbonla birləşib və ümumilikdə 4 karbon atom var. 2 karbonla birləşdiyinə görə adlanır ikili butil radikalı. Deməli, metil qrupu ilə ikili butil. Düzgün cavab variantı C variantı. Keçək növbəti sualın izahına. Bizə Euler-Venn diaqramı verilmişdir və Euler-Venn diaqramına əsasən
doğru ifadələri yerinə uyğunlaşdırmalıyıq. Deməli, əmələ gətirdiyi polimerin cis-trans izomerləri var. Biz propeni də polimerləşdirək. Polimeri por propileni polimerləşdirdikdə alınır poliizopren. Düzdür? Daha doğrusu polipropilen. CH2 buradan CH en sayda. Düzdür? Baxın, burada 2 qat rabiti ümumiyyətlə yoxdur polimerdə ki, bunun cis-trans izomeri olsun. Cis-trans izomeri olması üçün ilk növbədə bizdə 2 qat rabiti olmalıdır. Bu deməli cis-trans izomeri əmələ gətirmir. Polibutadiyeni polimerləşdirim. Polibutadiyen polimerləşəndə 2 qat rabitələr nə olur? Orta hissəyə keçir də. Daha doğrusu bəli, polipropilen, bir də açıq quruluşunu yazım. Poliizopren, baxın bu şəkildə yazılır. Polibutadiyen. Butadiyen bu şəkildə yazılır və onu mən polimerləşdirsəm, əgər polimerləşdirsəm, bu en saydadır, düzdür? En sayda polimerləşdirsəm, əmələ gəlir 2 qat rabitələr keçir orta hissəyə. CH2, 2 qat rabitələri keçir orta hissəyə. İndi əziz şagirdlər, biz demişdik ki, cis-trans izomeri nədir? 2 qat rabitənin birləşdiyi karbon atomları, 2 qat rabitənin, bunu bir dənə yenidən yazım. 2 qat rabitənin birləşdiyi karbon atomları ortada yazılır. Baxın, 2 qat rabitənin birləşdiyi karbon atomuna. Bu karbon atomuna nə birləşib? Yuxarıdan hidrogen, bir də CH2 qrupu. Düzdür? Baxın, CH2 qrupu birləşib. Bu karbon atomuna diqqət etdirək. Buna da hidrogen birləşib. Bir də nə birləşib? CH2 qrupu. Deməli, burada biz demişik ki, cis-trans izomerində bu hissələr eyni ola bilməz. Eyni olsa bu cis-trans izomer əmələ gətirmir. Simmetrik çəkilir, yuxarı hissələr eyni ola bilər. Yuxarı hissələr eyni olsa cis-trans izomeri əmələ gətirir. Amma bu necə deyim? Simmetrik çəkildi. Yuxarı aşağı hissələr eyni olarsa bu cis-trans izomeri əmələ gətirmir. Ona görə də bu cis-trans izomer əmələ gətirir. İkinci cavaba baxaq. Homoloji deməli 2-yə gedir 1. 2-yə baxaq. Homoloji sıranın ikinci üzvüdür. Propen homoloji sıranın ikinci üzvüdür. Bəli, birinci etilen gəlir. Butadiyen də homoloji sıranın ikinci üzvüdür. Çünki propadiyenlə başlayır sıra. 2 hər ikisinə gedir. Yəni 3-ə 2 uyğunlaşır. Daha sonra molekulunda bir metil qrupu var. Propende bir metil qrupu var. Bəli, doğrudur. Butadiyində isə metil qrupu yoxdur. Bir metil qrupu var, propenə uyğun gedir. 1-ə deməli uyğun gedir 3. Daha sonra dördüncü molekulunda 6 hidrogen var. Propen C3H6 kimi yazılır. Butadiyen isə alkadiyenlərə aiddir. CnHg-6 düsturuna tabi olur. C4H6. Deməli, hər ikisinin 6 hidrogen atomu olduğuna görə 4 də uyğun gedir. Deməli, daha doğrusu bura. 3-ə uyğun gedir 4. Deməli, 1-ə uyğun gedir 3, 2-yə uyğun gedir 1, 2, 4-dəki 3-ə. Düzgün cavab variantı. Deməli, 8-də B variantı. Keçək 9-cu sualın izahına. 9-cu sualda bizə buten 1 və izopren verilmişdir. Ümumi olan nədir? Buten 1, buten alkenlərə aiddir. Deməli, burada birinci karbon atomu bu şəkildə yazılır. İzopren isə 2 metil butadiyen 1,3'dür. 2 metil butadiyen 1,3. Deməli, indi uşaqlar, biz burada diqqət etdirək. Harda birincidə deyir, molekulunda metil qrupu var. Bəli, doğrudur. Butende metil qrupu var. İzoprende də metil qrupu var. Elə hər iki üçün metil CH3-dür də. Metandan bir hidrogen əksi radikaldır. Deməli, A variantı hər ikisi üçün doğrudur. B variantına diqqət etdirək. Polimerləşdikdə kauçuk alınır. Bu yanlışdır. İkisi üçün ümumi deyil. Çünki alkadiyenlərin, xloropren, izopren, butadiyenin polimerləşməsindən kauçuk alınır. Lakin alkenlərdə isə polimerləşməsindən kauçuk alınmır. C variantına diqqət etdirək. Molekulda 4 hidrogen atomu var. Alkende C4H8, ümumi formulu CnH2n'dir. Butendəki 4 karbonu varsa 8 hidrogeni var. Ona görə düzgün cavab variantı ola bilməz. D-yə diqqət etdirək. Rambitə əmələ gətirən 4 qeyri-hibrid orbital var. Qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayı üzərinə gəlinsin. Deməli, qeyri-hibrid orbital sayı dedikdə
Deməli, qeyri-hibrid orbital sayı dedikdə hidrogen atomlarının sayı üzərinə gəlsin 2pi. Burada hidrogen atomunun sayı 8-dir. 8 deməli hidrogen atomu var. 8 üzərinə gəlsin pi rabitənin sayı neçə dənədir? Bir dənə pimiz var. Pi vurulsun 2, yəni 2. 10. Burada 8 deməli hidrogen atomu var. Üzərinə gəlsin 2pi. Alkadenlərdə ümumilikdə deməli 2pi rabitəsi var. Duz sıra əsasən də 2 vurulsun pi olduğuna görə 2 pi rabitə 2 vurulsun 2 4 12. Deməli birində 12, birində 10 qeyri-hibrid orbital sayı var. Düzgün ola bilməz. Y variantı da yanlışdır. Molekulda 11 sigma rabitə hər ikisi üçün ümumi deyil. 10-cu suala diqqət yetirək. 10-cu sualda ilk öncə mən bu maddənin deməli quruluş formulunu bura yazım. Və diqqət yetirək ki, natrium üzərinə gəlsin natrium OH. Deməli, burada prinsip belə baş verir ki, bu hissədən deməli natrium oksigen ayrılır və əmələ gələn birləşmənin formulunu yazaq. 2 natrium, yəni natrium 2, karbon, O3, 2 oksigen burada, 1 oksigen burada. O3. Üzərinə gəlsin yerdə nə qalır? Bu hissəyə bir dənə də hidrogen, natrium OH-ın tərkibindəki hidrogen də qalıbdır. Bu hissəyə hidrogeni birləşdirim. CH3, CH, deməli CH2, aşağıdan buradan CH3, CH2, bu hidrogeni CH2 qrupuna birləşdirsəm, nə alınır? CH2 əmələ gələr CH3, düzdür? Deməli, bu nədir? Butan. Butandır, yəni butanın izomeridir, belə deyim. Və adı 2 metil, 1, 2, 3 nömrələsək, 2 metil propan. Düzgün cavab variantı B variantı. Keçək növbəti sualımıza, 11-ci suala. 11-ci sualda bizə 2,2 dimetil propan. Birinci növbədə axırıncı zəncirə diqqət edirik. Propanda 3 karbon atomu var. 2,2 metil. Deməli, ikinci karbona 2 metil qrupu birləşib. 2,2 deməli dimetil propan. Və hansı ifadələr doğrudur? 1. Butanın izomeridir. Butanın izomeridir, diqqət yetirək. 1, 2, 3, 4, 5. 5 karbon atomu var. C5H12. Deməli, bu alkanlara aiddir. Butanın izomeri ola bilməz. Çünki 5 karbon atomu var. Deməli, birinci ifadə yanlışdır. 2-yə diqqət yetirək. 2-də deməli, deyir ki, bir monoxlorlu törəməsi var. Bəli, doğrudur. Buradakı, məsələn, hidrogenlərin birini xlorla əvəz eləsəm, CH2 xlor bir deməli xlorlu törəməsi var və yaxud da bu hissədən də aparsam, yenə də adlandırılması eyni olar. Deməli 2 doğru ifadədir. 3-ə diqqət edək. Birli karbon atomlarının sayı bütün karbon atomlarının sayının 60%-ni təşkil edir. Birli karbon atomu bu şəkildə idi, düzdür? Birli karbon atomu hansılardır? Bu birlidir. Bir karbon atomla birləşib. Bu birlidir, bu da birlidir, bu da birlidir. Ümumilikdə 4 birli karbon atomumuz var. Amma neçə karbonumuz var? 1, 2, 3, 4, 5. 5 karbon atomu var. Deməli, ümumilikdə 80%-ni təşkil edir. 80%-ni təşkil edir. Ona görə də 3 səhvdir. 4-ə diqqət yetirək. M karbon, M hidrogen 5-1 nisbətindədir. C5H12-dir də o maddə, düzdür? Karbon atomunun sayı 5 dənədir. 5 vurulsun 12, yəni 60. Hidrogen atomlarının sayı 12-dir. Hidrogen kütləsi 1-dir. 12 vurulsun 1, 12. İxtisar aparsaq 5-1 nisbətində 4 deməli düzdür. Düzgün cavab variantı 2, 4, yəni B variantı. Keçək növbəti 12-ci suala. 12-ci sualda bizə alkan verilib. Tam yanmasından deməli əmələ gələn karbon qazı suyun kütləsi. Alkan CnH2n plus 2 yanma tənliyini yazarkən üzərinə gəlsin 3n plus 1 bölünsün 2 oksigen, n karbon qazı və n plus 1 mol daha doğrusu H2O, yəni su. Düzdür? Bizdə burada deyir ki, A molunun tam yanmasından alınan karbon qazının kütləsi A-dır, suyun kütləsi isə A-60. Deməli, ilk öncə diqqət edirək. Karbon qazının kütləsi bu dustura əsasən neçədir? 44-dür kütləsi, n mol, yəni 44n. Neçə mol olsa o 44-ü vurulur. Suyun kütləsi isə, suyun öz emeri 18-dir. N plus 1 molsa olduğuna görə 18n üzərinə gəlsin 18. Düzdür, 18n üzərinə gəlsin 18-dir kütləsi. Biz bu şərtdə diqqət edirək, görürük ki, A deməli
kütlədə karbon qazı olanda A-dan 60 çıxanda bizə karbon qazının, daha doğrusu deməli karbon qazının kütləsindən A-nı çıxanda, karbon qazının kütləsindən 60-ı çıxanda bizə deməli müəyyən bəlli bir ifadə verir də. Karbon qazının kütləsi neçədir? Deməli, karbon qazının kütləsi, daha doğrusu suyun kütləsinin üzərinə biz 60 gəldikdə, baxın A-60-dır, düzdür? Üzərinə 60 gəlsəm, bizi nəyi verir? A-nı verir. Yəni, mən suyun kütləsinin üzərinə 60 gəlsəm, o bərabər olur karbon qazının kütləsinə. 60-lar ixtisar gedir. Ona görə də mən burada diqqət yetirin, eyni ifadəni yerinə qoyaram. Suyun kütləsi neçədir? 18N üzərinə gəlsin 18. Yəni, suyun kütləsinin üzərinə 18N üzərinə gəlsin 18-in üzərinə mən 60 gələrəm, bərabər edərəm nəyə? Karbon qazının kütləsinə, yəni 44N-ə. Buradan da 26N bərabər olur 78-ə. N bərabərdir 3-ə. Deməli, alkanımız C3H8-dir. C3H8-in də deməli, atomların sayı 3 karbon atomu var, 8 hidrogen atomu, 3 əlinə gəlsin 8, 11 ümumilikdə atom var. Düzgün cavab variantı Y variantı. 13-cü suala baxaq. Hansı ifadələr 2 metil propen üçün doğru deyil? Propende 3 karbon atomu var. Sonu N ilə bitdiyinə görə alkenlərə aiddir. Və hidrogen atomlarını düzəldirəm. İkinci deməli karbona metil qrupu birləşib 2 metil propen və hidrogenləri düzəltdikdən sonra hansı ifadələr doğru deyil? Adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bəli, doğrudur. Niyə? Çünki pir abitəsi var. Pir abitəsi olan maddələr bromlu suyu adi şəraitdə rəngsizləşdirir. Bir doğrudur. 2-yə diqqət edirək. Səmərəli üsulla adı simmetrik dimetil etilendir. Deməli, simmetrik bu yanlış ifadədir, qeyri-simmetrikdir. Niyə? Ümumiyyətlə biz səmərəli üsulla adlandırarkən 2 qat rabitəsi olan 2 karbon atomunu və hansı karbonlar arasında 2 qat rabitə varsa, həmin karbon atomlarını dairəyə alırdıq. Buna etilenin törəməsi kimi baxırdıq. Və əgər 2 radikalı varsa, 2 radikallı deməli maddələrdə biz simmetrik və yaxud da qeyri-simmetrik sözündən istifadə edirdik. Əgər burada da radikal olsaydı, biz artıq simmetrik, qeyri-simmetrik ifadədən istifadə etməyəcəkdik. Amma burada 2 radikal var. Bu radikalların əgər ayrı-ayrılıqda metil qrupu bu hissəyə birləşsəydi, amma bu hissəyə yox, bu əlbəttə olardı simmetrik. Əgər 2 qat rabitəyə birləşən karbon atomlarına ayrı-ayrılıqda radikallar birləşibsə, bu zaman biz simmetrik sözündən istifadə edirik. Burada gördüyümüz kimi radikallar metil qrupu hər ikisi 2 qat rabitənin birləşdiyi eyni karbon atomuna birləşib. Ona görə də bu zaman biz simmetrik sözündən istifadə etməyəcəyik. Qeyri-simmetrik dimetil etilendir bu. 2 yanlışdır. Molekulunda 14 sigma rabitə var. Sigma rabitə karbon-karbon atomları arasında olan rabitədir. O da ki N-1 ilə tapılır. Üzərinə gəlsin bir də hidrogen atomlarının sayı. Hidrogen atomlarının sayı da alkenlərdə CnH2n, yəni 2n. Burada da alkende neçə karbon atom var? 1, 2, 3, 4. Yəni C4H8-dən söhbət gedir də burada. N-1, N 4-dür. 4-dən 1 çıxanda 3. Üzərinə gəlsin 2N. Yəni 2 dəfə 4, 8 bərabərdir. 11 sigma rabitəsi var. 14 deyil. 2, 3 yanlışdır. Deməli, doğru cavab elə A variantıdır 13-də. Daha sonra 4-ə diqqət edirək. Hidrogen yodidlə, deməli, bu maddənin yenidən quruluşunu yazım. CH3, CH3, CH2. Hidrogen yodidlə birləşməsindən nə alınır? Deməli, bu Markovnikov qaydasıdır. Hidrogen-hidrogeni çox olana birləşir. Alkenlərin hidrogen halogenidlərlə reaksiyası hidrogen-hidrogeni çox olana 2 qat rabitənin birləşdiyi. Və 2 qat rabitə bura birləşib. 2 karbon atomu arasında. Bu karbon atomunda hidrogen çoxdur. Bunda isə ümumiyyətlə hidrogen yoxdur. Hidrogen hidrogeni çox olana birləşir. CH2 idi. Bir dənə də hidrogen birləşdi, oldu CH3. 2 qat rabitə qırılır. Halogen isə hidrogeni az olan, yəni bura birləşir halogen. Yod aşağıdan CH3. Burada CH3. Deməli bunu adlandıraq. 2 deməli yod, 2 yod, 2 metil, düz zəncirdə 1, 2, 3 karbon atom var. Propan. 2 yod, 2 metil, propan. Deməli 4-də doğrudur. 1, 4 doğrudur. 2, 3 yanlışdır. Keçək 14-cü suala. 14-cü sualda bizə reaksiya verib. X, COO
natrium, üzərinə gəlsin natrium OH. Bu reaksiyanın baş vermə mexanizmi belədir ki, buradan deməli bu hissə birləşir və nə əmələ gəlir? Birləşdirsək natrium 2, 2 natrium, C karbon, O. CO3. Natrium 2 karbon O3. Bu X də gəlir hidrogenlə birləşir və üzərinə gəlsin XH. Düzdür? Və bizə natrium 2 karbon O3 reaksiyada verib və digər maddə isə etandır. Etandırsa, deməli etanın bir hidrogeni bizdə var. Etan necə yazılır? C2H6 yazılır. Təsəvvür edin ki, onun bir hidrogeni bu reaksiyaya əsasən bizdə var. Bir hidrogeni varsa, yerdə neçə hidrogen qalır? Deməli C2H5H formasındadır da bu. Bu X burada nədir? Radikal C2H5 radikalı, yəni etil radikalı. Daha sonra isə bu C2H5 X xlor, yəni C2H5 xlor üzərinə gəlsin natrium. Bu da Würz reaksiyasıdır. Würz reaksiyasının mahiyyəti odur ki, duz ayrılır, natrium xlor üzərinə gəlsin radikal 2 dəfə bir-birinə birləşir. C2H5, C2H5, bu da eləyir C4H10, yəni butan. Düzgün cavab variantı Y variantı. Keçək növbəti sualın izahına. 15-ci sualda bizə maddənin quruluşu verilmişdir və bunun H-bromla reaksiyasından. İndi gəlin biz maddənin quruluşunu tamamlayaq. Burada bu qara rənglə verilmiş karbon atomudur. Boz rənglər isə hidrogen. CH2. Bu gördüyümüz kimi burada 2 qat rabitəni görürsünüz də arada. Sonra 2 qat rabitə. Sonra qara rənglə karbon atomu verilib. Karbon. Aşağı hissədən bir hidrogen birləşir. Yandan isə yenə karbon atomu və 2 hidrogeni var. CH2. Bir dənə də karbon atomu və ona 3 boz rəngli deməli atomlar birləşib CH3. Bunun nə ilə reaksiyasından? H-bromla reaksiyasından. Deməli alkendir. Alkenin hidrogen halogenindən reaksiyasından. Markov-Nikov qaydasıdır. 2 hidrogen 2 qat rabitə birləşən karbonlardan hidrogeni çox olana, yəni hidrogen gəlir bu hissəyə birləşir. Halogen isə bura birləşir. Hidrogen CH2 idi. Bir dənə də hidrogen birləşdi olur CH3. Bu rabitə qırılır C. Aşağıdan hidrogen, yuxarıdan da brom bura birləşir. Brom birləşdi. CH2, CH3. Deməli bu maddəni adlandıraq. 2 brom, 1, 2, 3, 4, 2 brom butan. Düzgün cavab variantı B variantı. 16-cı suala baxaq. 16-cı sualda bizə butadiyen 1 üçün 2 mol hidrogen xloridlə qarşılıqlı təsir verilib və deməli İlk öncə əgər 2 mol H-xlordursa burada 4 atomdan söhbət gedir və bizim də 2 dənə rabitəmiz var. Hər rabitənin qırılmasına da bizə 2 atom lazımdır, yəni 2 elektron və ümumilikdə bu rabitə doymuş birləşmə alınacaq burada və hidrogenlər deməli kənardakı hidrogenlərə, xlorlar isə qonşu karbonlara birləşər. Deməli hidrogen birləşir CH3, CH xlor, CH xlor və CH3. Deməli 2, 3 dixlor butan. Düzgün cavab variantı D variantı. Keçək növbəti sualımıza. 17-ci sualla. 17-ci sual hansı maddəni bir monoxlorlu birləşmənin natriumlu reaksiyasına almaq olar? A variantına diqqət yetirək. Propan necə yazılır? CH3, CH2, CH3. Bu zaman deməli burada simmetriya yoxdur. Baxın uşaqlar, deməli biz hər hansı bir məsələn də deyək ki, radikalı natriumla təsir etməkdən ala bilərik də və yaxud da bir monoxlorlu birləşməni deyirsə, məsələn CH3-ün, CH3 xlorun birləşməsindən, natriumla birləşməsindən biz nə alırıq? CH3 birləşsin CH3, yəni C2H5 düzdür. Amma burada isə CH3, CH2, CH3 maddəsini və buradan ortadan simmetriya ilə bölsək 2 radikal CH3 biz C2H5 xlorun birləşməsindən ala bilərik, fərqli radikalların. Daha sonra keçək B variantına 2 metil propan. 2 metil propanı biz buradan simmetriya ilə bölsək, metil və izopropil radikallarının halogenli birləşmələrinin birləşməsindən natriumla reaksiyasından ala bilərik. Düzdür? C variantına diqqət yetirək. 2 metil butan. Deməli 4 karbon atomu, ikincisində metil qrupu birləşdirilib. Yenidən burada simmetriya yoxdur. Ya məsələn etillə izopropil halogenin birləşməsindən, deməli xlorlu birləşməsindən ala bilərik və yaxud da metillə izobutilin birləşməsindən ala bilərik. Bu şəkildə ola bilər.
Daha sonra keçək D variantına. 2,3 dimetil butan. 2,3 dimetil butanda baxın bu şəkildə yazılır. Bəli, bunu iki eyni monoxlorlu törəmənin birləşməsindən almaq olar. Baxın burada simmetriya xəttini bölsəm, izopropil, izopropil. 2 izopropil xloridin birləşməsindən almaq olar. Deməli D variantı düzgün cavab variantıdır. 18-ci suala baxaq. Polizopren. Polizopren bu şəkildə yazılır polimerləşdikdə. İki qat rabitələr orta hissəyə gəlir. Deməli, polizoprenda biz ilk öncə hibrid orbitalların sayı müəyyən edək. sp3, təkqat rabitə birləşmiş karbon atomları sp3 vəziyyətində olurlar. Burada təkqat rabitə birləşib sp3, burada iki qat rabitə ilə birləşib sp2. Deməli, sp2, burada iki qat rabitə birləşib sp2, burada təkqat rabitə ilə birləşib sp3. Deməli, hər sp3 hibrid orbitalında 1s, 3p, 4 hibrid orbital iştirak edir. Burada da sp3-də 4 hibrid orbital, 4, 4, 8. sp2-də 3 hibrid orbital, 1s, 2p, sp2-də 3 hibrid orbital, 3, 3, deməli 6, 8, 6, 14. Burada da sp3, 1s, 3p, 4 hibrid orbital, ümumilikdə 18 hibrid orbital. 18 hibrid orbital iştirak edəndə burada deməli bir polimerləşmə dərəcəsi 1 olur da. Yəni n olur polimerləşmə dərəcəsi. Daha doğrusu 1 olur polimerləşmə dərəcəsi. Burada deyir ki 36.000 polimerləşmə hibrid orbital sayı var. Polimerləşmə dərəcəsi n-dir. Buradan n bərabərdir 2000. 36.000-i bölürəm deməli 18-ə. O da bərabər olur 2000-ə. Düzgün cavab variantı A variantı. Keçək 19-cu suala. 19-cu sualda bizə yenidən reaksiya verilib. XCOO, natrium üzərinə gəlsin natrium OH və alınır butanla natrium 2 karbon O3. Reaksiya mexanizmi bu şəkildədir. Baxın, natrium 2 karbon O3 buradan ayrılır. Bu X-də hidrogenlə birləşir. XH. İndi hansı maddədir ki, o hidrogenlə birləşəndə bizə butan verir? Baxın, butan alınmalıdır. Düzdür, reaksiyada butan göstərib. Biz də ilk öncə üçlü butili yazsam, üçlü butil bu şəkildə yazılır. CH3, CH3, CH3. Əgər bura deməli halogen birləşmişdirsə, hidrogen bura XH alınmalıdır. Hidrogeni bura qoysam, bu olur nə? 2 metil və 1, 2, 3 nömrələsəm, 2 metil propan. Bu düzgün cavab variantı ola bilməz. Bu butan izomeridir, amma butan deyil. Keçək B variantına. İkili butil. İkili butil baxın bu şəkildə yazılır. Yəni bu radikalın ki, bu qırıq yerdən birləşən karbon atomu 2 karbonla birləşir və 4 ümumilikdə karbon atomu var. İkili butil. Buna mən hidrogen birləşdirsəm, CH3, CH3, CH2, CH2 idi. Bir dənə də hidrogen birləşdirdim, oldu. Daha doğrusu CH idi, bir dənə də hidrogen birləşdi, oldu CH3. Düzdür, reaksiya nəticəsində. CH2. İndi gəlin nömrələyək. 1, 1, 2, 3, 4. Həqiqətən də butan. O nömrələyəndə butan. Deməli, ikili butilə hidrogen birləşdikdə reaksiya nəticəsində butan əmələ gəlir. Düzgün cavab variantı B variantı. Keçək 20-ci suala. Sadə sualdır. Pentanın izomerlərini müəyyən edin. İzomerlərin deməli tərkibi eyni olur. Pentanda neçə karbon atom var? C5H12. Elə bir maddələri seçməliyik ki, 5 karbon atom olmalıdır. 1-ə diqqət edirək. 2,2 dimetil propan. Propan 3 dənə karbonu var. İkincisinə 2 metil qrupu birləşdirsək, ümumilikdə 1, 2, 3, 4, 5 karbon atomu olur. 1 düzgün cavabdır. 2-yə diqqət edirək. 2 metil butan. Butanda 4 karbon atomu var. İkincisinə metil qrupu mən birləşdirsəm 1, 2, 3, 4, 5 karbon atomu 2-də düzdür. Deməli, düzgün cavab variantı 1 və 2-dir. 3-ə diqqət edirək. 2, 3 dimetil butan. Butanda ümumilikdə 4 karbon atomu var. 2-yə və 3-ə mən metil birləşdirsəm olur 6 karbon atomu. Bizə lazımdır ki, 5 karbon atomu olsun. 3 yanlışdır. 4-dəki siklopentan, siklo birləşmələr yalnız alkenlərlə siniflər arası izomer ola bilərlər. Alkanlarla izomer deyirlər. Keçək 21-ci sualla. 21-ci sualda metan üzərinə gəlsin 4 xlor atomu, 2 mol xlor, üzərinə gəlsin H xlor. Deməli, burada reaksiyanı bərabərləşdirək. 4 hidrogen atomu solda var, 2 hidrogen atomu sağda var. Deməli, burada X maddəsinin tərkibində 2 hidrogen atomu olmalıdır. Karbon mütləq olmalıdır, çünki sol tərəfdə karbon var, sağ tərəfdə yoxdur. Xlordakı burada 4
xlor atomu var. Burada isə 2 xlor atomu. 2 xlor da deməli bu maddənin tərkibindədir. Ümumilikdə bu maddə oldu CH2. Karbona deməli 2 dənə hidrogen, 2 dənə xlor birləşmiş olur. Xlorun oksidaşma dərəcəsi burada -1, hidrogen -1, -1. Karbon hidrogenə nisbətən daha elektron mənfidir. Deməli, elektronu alır. Elektronu alırsa mənfi yüklənir. Hidrogendən burada 1 elektron alır. Burada da 1 elektron. -1, o da -1, -2. Üzərinə gəlsin -1. Ümumilikdə oldu -2 bu hidrogenlərdən. Xlor daha elektromənfidir, nəinki karbon. Deməli, xlor elektronlu, daha doğrusu karbon xlora elektron verir, 1 elektron. Verəndə müsbət yüklənir. 1 elektron, bir də bu xlora da 1 elektron verir. Müsbət 1 olur, müsbət 2. -2 hidrogendən 2 elektron alır. Xlora isə 2 elektron verir. -2, müsbət 2, 0. İxtisar gedilər, 0 qalır. Düzgün cavab variantı B variantı. Keçək 22-ci suala. 22-ci sualda hansı birləşmənin sinklə reaksiyasında buten 2 alınır? Ümumiyyətlə, sinklə reaksiyasının alken alınan birləşmələr dihalogenli birləşmələrdir. Amma bu şərtlə ki, halogenlər qonşu karbon atomlarında yerləşsin. Qonşu karbon atomlarında yerləşənlər yalnız Y variantında var. 2-3 dibrom. Deməli, 2-3 dibrom. Brom, deməli nə? Butan. 2-3 dibrom butan. Düzgün cavab variantı Y variantıdır. A variantı da ola bilər. 1-2 dibrom. Amma bizə deyir buten 2 olsun. Baxın, 1-2 dibrom. Bir də mən 2-də brom yazsam. Düzə. Baxın, CH. Üzərinə gəlsin sink. Bu bromlar buradan qırılır. Rabitə bura birləşmiş olacaq. Düzə. Biri sinklə birləşir. Rabitənin biri bura. Buten 1 alınacaq. Buten 1. Amma bizə lazımdır ki, buten 2 alınsın. Buten 2 alınması üçün 2-3 brom olmalıdır. Baxın bura. Buradan 2-dən 3-dən olsa, buradan rabitələr qırılanda bu vəziyyətə keçər. Ona görə də düzgün cavab variantı Y variantı. 23-cü suala baxaq. 23-cü sualda bizə poliizopren və polipropilen verilib. Polimerləşmə dərəcəsi eynidir. Makromoleküldə hidrogen atomlarının sayı X, Y fərqini istəyir. Birinci polipropilende metil qruplarının sayı 500 olarsa, polipropilen bu şəkildə yazılır. Və diqqət edək, görürük ki, polipropilende bir metil qrupu var. Yəni, bir polipropilende bir metil qrupu var. Əgər 500 metil qrupu olursa polipropilende, deməli bunun polimerləşmə dərəcəsi 500-dür. Yəni, biz 500 dənə polipropilen götürmüşük ki, onda 500 dənə metil qrupu var. Deməli, N bərabər oldu 500-ə. Yəni, polimerləşmə dərəcəsi 500-dür. Biz də görürük ki, poliizopren və polipropilende polimerləşmə dərəcələri eynidir. Deməli, poliizoprene diqqət edirək. Poliizopren də bu şəkildə yazılır. 2 metil. Deməli, bu izopren polimerləşmiş vəziyyətidir. Baxın, buradan nəsə rabitə. Deməli, bu da N şəklində. İndi diqqət edək, polimerləşmə dərəcəsi N-dir. Molekulunda hidrogen atomlarının sayı. Poliizoprende 2 hidrogen atomu, 2, 2, 3, ümumilikdə 4, 3, 7 deməli hidrogen atomu var. 7 hidrogen atomu var. Deməli, 7 yox, 8 hidrogen atomu var. Polimerləşmə dərəcəsi də N. Burada polimerləşmə dərəcəsini 500 tapmışdıq polipropilenə nəzərən. N-dirsə 8 hidrogen atomu varsa, deməli bunun yəni polimerləşmə dərəcəsi 1 olanda burada 8 hidrogen atomu olur. İndi polimerləşmə dərəcəsi 500-dürsə, deməli 8 vurulsun 500 dənə. Yəni 500 dənə bu poliizoprendən var. Olur 4000. Deməli 4000 hidrogen atomu var. Yenidən yazım. 8 vurulsun 500, yəni 4000 hidrogen atomu var poliizoprende. Polipropilende isə gördüyümüz kimi CH2, CH3, CH. Burada 2, 1, 3, 3 o da 3, 6. 6 deməli hidrogen atomu var. 1 poliizoprende 6 hidrogen atomu var. Polimerləşmə dərəcəsi 500-dür. Yəni 500 dənə bu polipropilenden götürülübsə, deməli ümumilikdə X bərabər olur 3000-ə. Deməli poliizoprende 4000, yəni X bərabər olur
4000-ə, polipropilende isə 3000. Y bərabər olur 3000-ə, hidrogen atomu var. X, Y fərqi 4000 çıxılsın 3000 bərabər olur 1000-ə. Düzgün cavab variantı 1000. Keçək növbəti 24-cü sualın izahına. Metanın yanma tənliyini yazaq. Metan yananda əmələ gəlir karbon qazı və 2 mol su. 2 oksigen atomu burada, 2 oksigen atomu burada. 2 vurulsun 2, 4 oksigen atomu burada. Metan yananda metanın kütləsi, metanın öz kütləsi 16-dır və yanmasından alınan oksigenin kütləsi isə, daha doğrusu yanması zamanı reaksiya daxil olan oksigenin kütləsi 64-dür. Burada fərqə diqqət yetirək. 64 çıxılsın 16, fərq 48-dir. Burada isə fərq oksigenin kütləsindən baxın M-24, fərq 24-dür. Deməli, fərqimiz 48 olanda 1 mol metan reaksiya daxil olur. 1 mol metan reaksiya daxil olanda fərq 48 olur. İndi fərq 24-dürsə, x mol deməli metan reaksiya daxil olub. X mol metan. Deməli, buradan x-i tapaq. Deməli, x bərabərdir 0,5 mol metan reaksiya daxil olub. İndi deməli 1 mol bizdən soruşur M hesablayın. M oksigenin kütləsi, tam yanmasına alınan oksigenin. Biz də bilirik ki, 1 mol metan yananda, deməli 2 mol oksigen, yəni 64 qram oksigen reaksiya daxil olur. 0,5 mol metan yananda nə qədər oksigen reaksiya daxil olur? X. Buradan da x bərabər olur 32-yə. Deməli 32 qram oksigen. M də oksigenin kütləsi olduğuna görə M bərabərdir 32. Keçək növbəti 25-ci suala. Alkan yenə yanması. Alkan CnH2n plus 2. Üzərinə gəlinsin 3n plus 1 bölünsün 2 oksigen. N karbon qazı və üzərinə gəlsin n plus 1 su. Bizə bildirilir ki, alkanın kütləsi M olanda alınan karbon qazının kütləsi 3M olur. Alkanın kütləsi 14M plus 2-dir. 14M plus 2. Karbon qazının kütləsi isə 44-dür kütləsi. N mol karbon qazı olduğuna görə 44N. Deməli 44N. Burada şərtdə bildirilir ki, alkanın kütləsi M olanda karbon qazı ondan 3 dəfə çox olur. Deməli, alkanın kütləsini 3-ə vurduqda bərabər olur karbon qazının kütləsinə. Alkanın kütləsi 14N plus 2. Bunu vurum 3-ə. 3 vurulsun 14N plus 2 bərabərdir nəyə? 44N-ə. 44N-ə bərabərdir. Deməli, buradan mötərizəni açıram. 14 vurulsun 3, yəni 42N üzərinə gəlsin 6 bərabərdir 44N-ə. 2N bərabərdir 6-ya, N bərabərdir 3-ə. N 3-dürsə, deməli, bu alkan hansı alkandır? C3H8. Hidrogen atomlarının sayını istəyir. Alkanda 8 hidrogen atomu var. Düzgün cavab 8. Keçək növbəti 26-cı suala. Hansı reaksiyada molekullarında pirabitə sayı artır? Birinci reaksiyaya diqqət edirək. C2H5OH etil spirti 425 dərəcədə parçalandıqda alınır. Deməli, butadiyen 1,3 alınır. Su, bir də hidrogen. Baxın, etil spirtində pirabitə yoxdur. Butadiyen 1,3-də isə 2 pirabitə var. Deməli, pirabitənin sayı artır 1-də. 1 düzdür. 2-yə diqqət yetirək. Etilə su ilə birləşir. Etiləndə 1-2 qat rabitə var. Su ilə birləşəndə əmələ gətirir spirt. Spirtdə C2H5OH. Spirtdə pirabitə yoxdur. Pirabitə sayı burada azalır, artmır. Deməli, 2 səhvdir. 3-ə diqqət etirək. Metan 1000 dərəcədə parçalanır. Metanda pirabitə yoxdur. Metanın 1000 dərəcədə parçalanmasına əmələ gəlir. Karbon üzərinə gəlsin hidrogen. Burada ümumiyyətlə pirabitə deməli sayı dəyişmir. Bu da düzgün cavab variantı ola bilməz. 4-ə diqqət yetirək. 4-də CH2 xlor, CH2 xlor. Deməli, dixlorlu törəmədir. Əgər dixlorlu törəmə yanaşı yerləşərsə və sink metalı ilə təsir etdikdə burada alken alınır. Yəni CH2, 2 qat rabitə, CH2. Etilen alınır. Burada gördüyümüz kimi pirabitə yox idi. Alınan maddədə isə pirabitə var. Ona görə də pirabitə sayı artmış olur. Düzgün cavab variantı 1-4. Sonra keçək 27-ci suala. Metanın 550 dərəcə parçalanmasından alınır. Deməli, C2H4 üzərinə gəlsin hidrogen. Metanın 1500 dərəcədə parçalanmasından alınır asetilen hidrogen, C2H2 hidrogen. Metanın 1000 dərəcədə parçalanmasından
karbon əmələ gəlir, bir də hidrogen ayrılır. İndi gəlin uyğunlaşdıraq. Metanın 550 dərəcə parçalanmasından alınır etilen. 1'ə yoğun gedir. 1'ə yoğun gedir D. Daha sonra metanın 1500 dərəcə parçalanmasından alınır nə? Asilen və yaxud da asilenin digər adı etin, alkindir. Düzdür? A 2'ə yoğun gedir A və Y. 3'ə yoğun gedir, deməli 3'də karbon hidrogen alınır. 3'ə yoğun gedir B variantı. Deməli 1'ə yoğun gedir D, 2'ye yoğun gedir A, Y, 3'e yoğun gedir B. 28-ci suala baxaq. 28-ci sualda 2 xlor butanın quruluş formulunu yazın və natriumla reaksiyasını. 2 xlor butan, deməli bu şəkildə yazılır. Nömrələməni aparsaq 1, 2, 3, 4. 2 xlor, ikinci xlor birləşib butan, 4 karbonu var. Üzərinə gəlsin natrium, monohalogenli törəmələrə natriumla təsir etmə reaksiyası Würz reaksiyasıdır. Metal xlorla birləşir, natrium xlor ayrılır. Bir də radikal 2 dəfə bir-birinə birləşir. Bu hissə radikal hissəsidir. Eynisini bir-birinə birləşdirirəm. Bu radikal hissəsini bura qədər yazmışam. Bunun eynisini bir-birinə birləşdirək. CH2, aşağıdan nə? CH3 simmetrik olaraq da. Sonra CH2, CH3. Yazıb əmsallaşdırmalıyıq. Radikal 2 dəfə bir-birinə birləşdiyi üçün bura 2 yazıram. Yəni 2 dəfə bu maddə bir-birinə birləşib. Buradan görürük ki 2 xlor atomu. 2 xlor atom varsa burada 2 yazıram. 2 xlor, 2 natrium, 2 natrium. Reaksiyanın sağ və sol tərəfləri bir-birinə bərabərdir. Keçək 29-cu suala. Alkan səmərli adlarını verib tetrametil metan. Adlandırarkən metan, yəni ən çox şaxələnmiş karbon zənciri metan, karbon yazıram. Karbona tetrametil, 4 metil qrupu birləşib. Metilli CH3-dür. Metandan bir dənə hidrogen əksik. CH3. Adlandıranda deməli bir dənə ən çox şaxələnmiş karbonu metan kimi götürürük. Metan törəməsi kimi baxırıq. 1, 2, 3, 4 metil, tetrametil metan. Karbon hidrogen rabitələrinin sayı, bir də karbon-karbon. Karbon-karbon rabitələrinin sayı 1, 2, 3, 4. 4 karbon-karbon atomu var, rabitəsi var. Karbon hidrogen isə hidrogenlərin sayı qədərdir. Baxın burada təsəvvür edin, karbon atomuna 3 hidrogen birləşib CH rabitəsi ilə. 3, 3, 3, 3. 4 vurulsun 3, 12 CH rabitəsi var. Bu deməli birincinin cavabı idi. Daha sonra bizə deyir ki, elə bir alkan olsun, səmərli üsulla adlandıraq, karbon-karbon atomunun sayı 2 olsun. Karbon-karbon atomunun sayı 2 olması üçün deməli burada 3 karbon var ki, 1 karbon-karbon atomu burada, 2 də burada. 1, 2. Düzdür, 3 dənə karbon atomumuz var. Bunu da deməli səmərli adlandırarkən CH3, CH2, CH3 ən çox şaxələnmiş karbon zəncirini seçək və bu karbon. Sonra radikalların deməli birinci radikalların sayı adı deyilir. Daha sonra metan sözü deyilir. Deməli 2 metil var. Dimetil metan. Dimetil metan adı bu şəkildədir. Karbon hidrogen atomunun rabitələrinin sayı hidrogenlərin sayı qədərdir. 3 hidrogen, 3 hidrogen 6, 6 o da 2, 8 karbon hidrogen rabitəsi var. Keçək 30-cu suala, ən sonuncu sual. Alüminium karbidin su ilə reaksiya tənliyi. Alüminium 4, karbon 3, üzərinə gəlsin su. Əmələ gəlir alüminium OH3 və metan ayrılır. Metanın alınması reaksiyasıdır. Qaz anında alınır. Və bu zaman su 12 deməli su molekulu, 4 alüminium, 3 karbon, karbon əmsalını 3 yazaq, 12 hidrogen, o da 12 hidrogen, 24 hidrogen. Bəli, reaksiya doğrudur. Yazıb əmsallaşdırdıq. Daha sonra alüminium karbid artıq miqdarda götürülmüşsə M hesablayın. Və görürük ki 5 mol su reaksiya daxil olub və bizdən M qram X. X burada nədir? X burada deməli ayrılan deməli qazdır, yəni metan, metanın miqdarıdır. Biz görürük ki deməli 5 mol su reaksiya daxil olanda, 12 mol su reaksiya daxil olanda neçə qram metan ayrılır? 3 vurulsun 16, yəni 48 qram. İndi bizə şərtdə deyir ki 5 mol su reaksiya daxil olsun. 5 mol su reaksiya daxil olanda isə X. X bərabərdir. Buradan da reaksiya tənliyi yazanda 48-i vururam 5-ə, bölürəm 12-yə. 1 dəfə, 4 dəfə, 4 vurulsun 5, yəni 20 qram. Düzgün cavab variantı 20 qram.